Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim psixoterapeut, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Sevgilinizdən ayrıldıqdan sonra onu sosial şəbəkələrdə izləmək, monitorinq eləmək, storylərinə, profillərinə baxmaq nə kimi zərərlərə yol açır? Ümumi sevginin anlayışını götürəndə, yəni aşıq olmanın bu dopamin hormonu ilə bağlantılıdır. O dopamin miqdarı artdıqca insanın sevdiyi insandan asılılığı daha da güclü olur. Onların profillərində mini həmin o insan düşünün. Yəni hər dəfə siz onun profilinə baxdıqca görəsən o nə işlə məşğul olur, kimi əlavə edib, kimi çıxardır, planları nədir, nə etmək istəyir, sizə bir xüsusilə işarə göndərirmi? Təbii ki, insanların çoxsu bir işarə üçün baxır. Bəlkə kədərli mahnılar qoyub, bəlkə qəmli mahnılar qoyub. Görəsən neyniyir? Bəlkə mənə nəyisə çatdırmaq istəyir. Təbii ki, çatdırılan mesajların çoxsu o insanın, onun düşüncəsi insanın, yəni sevən adamın, əziyyət çəkən insanın zehnindədir. Yəni qarşı tərəf tamamilə ayrı bir şeylərlə də məşğul ola bilər. Heç ondan əlaqəsi yoxdur. Amma o elə düşünür. Hər dəfə o profilə girdikcə dopamin porsiyalarla ifraz olunmağa başlayır. Az-az insan dopamin qazanır. Belə olduqca o münasibətdən qopa bilmə şansı da azalır. Yəni hər dəfə ümidlər təzələnir. Hər dəfə ümidlər yeniləndikcə sən o insanın zehnindən necə çıxarda bilərsən? Heç bir formada çıxarda bilmərsən. Ona görə bu asıllıq davam edir. İndi bir texnika deyəcəm, amma bu %100 o demək deyil ki, bu hər kəsdə işləyəcək. Təbii ki, bu metod əgər kimdəsə uğursuz olarsa, o birbaşa bunun problemi daha ciddidir deməli və bir peşəkara müraciət eləməlidir. Məsələn, insan nəyə görə başqalarının öz köhnə sevgilisinin profilinə girir daha doğrusu? Ona görə girir ki, o insan getdikdən sonra öz köklərini sizdən qopardıb, qopartmaqla birlikdə sizin daxilinizdə bir boşluq əmələ gəlib. Bu boşluq həyatınızı anlamsız eləyir və siz darıxırsınız. Ona görə hər dəfə sevgilinizin, köhnə sevgilinizin profilinə girməmişdən öncə bu kəlmələri vərdiş olaraq özünüzə yeridin ki, belə demək lazımdır. Bax, indi mən köhnə sevgilimin profilinə baxacam. Niyə görə? Çünki içimdə boşluq hiss edirəm. Nəyə görə? Çünki mən darıxıram. Mən içimdə boşluq hiss edirəm və mən darıxıram. Bu dəqiqə bunlar reallıqdırlar. Bu dəqiqə nə mən özümə kömək ola bilərəm, nə də başqaları mənə kömək ola bilər. Bu ayrılıq prosesinin normal bir gedişatıdır. Bu yaz dönəmidir. Mən bunu yaşamalıyam. Amma mən bunu yaşamağım üçün yenidən onun profilinə girib baxmağa ehtiyacım yoxdur. Çünki hər dəfə girib baxanda mən o boşluq duyğumu və yalnızlıq hissimi totallıqla, tamamilə yaşaya bilməyəcəm və onu qəbul edə bilməyəcəm. Yəni, mən yalnızlıq duyğusundan, boşluq duyğusundan xilas olmaq üçün məhz yeni dopamin əldə eləmək üçün onun profilinə girirəm. Elə ona görə də yalnızlıq duyğusu və boşluq duyğusu məndən getmir. Çünki onları total şəkildə yaşamağı özümə icazə vermirəm. Lakin bundan sonra mən özümə icazə verəcəm ki, yalnızlıq və boşluq duyğumu, anlamsızlıq duyğumu tam totallıqla yaşayım. Bunları insan tam yaşadığı andan etibarən bir müddətdən sonra artıq bu duyğular insanda adiləşir və zərərli bağlılıq münasibətləri qırılır. Diqqətinizə görə minnətdaram. Sağ olun.